Heyif ki, qonaqlarımız yoxdur ki, belə ifanı eşitmədilər, çox şey itirdilər, amma deyim sizə. Mən də demək istəyirəm, bu çox məşhur belə bir kompozisiyadır. Bütün dünyada, elə Azərbaycanda elə bir adam yoxdur ki, bu kompozisiyanı bilməsin. Bu solmuş yarpaqlar, apar şiir istəyən. Emil, yaxın gəl, yaxın gəl. Hə, bu meyxanadır, sonra cazdır. Bunlar elə janrlardılar ki, burada sinə dəftər, ürəkdən gələn sözlər, ürəkdən gələn musiqini ifa edir və meyxanaçı deyir. Və burada da elə əyyanı surətdə göründü ki, biz temanı çaldıq. Sonra temadan sonra bir dəfə bir improvizasiya, o çaldı, birini mən çaldım, sonra yenə də temanı çaldım. Tak ki, biz sinə dəftər öz sözümüzü dedik. Maraqlı burasıdır ki, Rafi, mən kitabda oxuyuram mən, hərdən köhnə bu Azərbaycan cazının tarixinə maraqlı. İndi gör, 40-cı ildə yaranıb da bizim orkestrdə. Hələ olmadı qabaq. Ondan da qabaq. Orada yazır ki, deməli, birinci caz orkestrinin heyətini verir. Aydın məsələdir ki, Azərbaycanda digər millətlər çox. Amma mənə ən xoş gələn nədir? Bax, orada bizim İsmail Kələntərov var, Tofiq Quliyev var, Maestro Niyazi var. Bu Azərbaycanlı musiqiçilər var. Allah rəhmət eləsin, Pərviz Rüstəmbəyovdur, birinci saksafonçumuz oldu. Çox gözəl, yüksək səviyyədə olan saksafonçular. Bu Azərbaycanlılar deməli, hətta o dövrdə yaşamalarına baxmayaraq improvizə qabiliyyəti oldu. Yəni istedadlı millətlərə. Azərbaycanda olduqca çox belə gözəl musiqiçilər. Ən yaxşı cəhət Rafi mən nədir? Azərbaycan cazının tarixi, bir də gəncliyi. Əlbəttə, bəs bu mənəviyyat, mən xoşbaxtam onu və mən həmişə çalışıram, elə mən də sonra bizim çoxlu elə bir görkəmli incəsənət xadimləri də. Mən həmişə çalışıram ki, bu cavan nəsil bizim mənəviyyatımızı davam edəsin, bizi kimi sevsin, bizi kimi mətanətli olsun, düz olsun, dostluqda belə möhkəm olsun və cazı da düzgün hiss eləsin, musiqini, bu sintezi, Azərbaycan cazıdır, sonra klassik cazdır, onu da düzgün hiss eləyib, gələcəkdə nəsillərdən nəsilə çatdırsın. Biz cazmenlər arasında mən çox fırlanıram. Həmişə Emili maşallah deyirik ki, Allah rəhmət eləsin, Vaqifin yolunu davam elətdirir. Çox gözəl. Muğamı da çox gözəl bilir. Çox gözəl musiqi. Cazı da belə. Qabaqcadan sürekli demişdim gələrsiniz. Fikirləşdim ki, ay Allah, bir yaxşı improvizə eləyək. Ona görə Emilə zəng elədim ki, Emil, gəlginən sən də bir yaxşı bir burada duet yaradaq. Muzikantlar heç vaxt bir yerdə ifa eləməmiş. İmprovizə əsl burada. Əsədə söhbət ondan gedir ki, bu da mənim üçün böyük bir hədiyyə oldu ki, bu günləri mən bu cavan bizim qardaşımız Eminlə də görüşdüm və mən onun elə sənətinə də indi çox heyran oldum. Çox gözəl çalırdı və çox gözəl də bunun gələcəyi var. Bu gələcəkdə ən belə yaxşı professional musiqiçilərdən olanı. Ümumiyyətlə deyim, Rafi, xoşbəxtlik ondadır ki, Azərbaycanda yaxşı, sözsüz ki, bir çox məktəblər var, amma piano məktəbi. Emil də onların davamçılarından biridir. İndi Vaqif Mustafazadə bizdə görkəmli, bütün dünyada onu tanıyırlar. Amma deyim, Emil də bizim milli musiqiçilərimizlə yaxşı tanışdır, onlarla ifadə edir, elə deyil mi? Milli musiqimizdə də var, improvizə də var, elə deyil mi? Məsələn, Muğamda var da improvizə. Orada da improvizə var. Xalqdan gələn qaynaqlar musiqi həmişə improvizasiya ilə olmalıdır. Mənə gəlir ki, bu yaxşı doğrudan bizim çox yaxşı musiqiçilərimiz var, yaxşı sənətkarlarımız var. Özlər ki, mən fikirləşirəm ki, yəqin ki, növündən asılı olmayaraq əksəriyyətində improvizə var. Gələn var. Çoxdan baxı dövrdünüzdür. Bu kişi də improvizatordur, yazır. Ay, salam aleyküm, Arif mənim, gəl. Hoş gəlmişsin. Pes. Adaşın haradadır? Bitirmişəm, o ki. Nə danışırsan? Ben hara gedim. Arif müəllim, Arif müəllim, Bəli. iş belə gətirib ki, bu günləri Rafi müəllim birdən-birə ürəyim istədi, görmək istədim, zəng elədim.
Ondan qabaq belə tədarük gördüm, Emil qardaşımıza çağırdım, birinci dəfədir buradadır. Sən gəlməmişdən qabaq bir dənə qəşəng improvizə elədilər. Bir dənə qəşəng, birinci dəfə idi ya. Hələ deyir Rafim müəllim. Əvvəllər heç yerdə. Ömrümüzdə ilk dəfə idi görüşmüşdük. 2 dəqiqə də vaxtımız olmadı ki, məşq edək. Aysa. Məşqsiz plansız bir dənə improvizə getdi ki, mən bilən süni sənətdə də improvizə vardı, hələ deyil. İndiki sənət ki, mən yazıçılıqla məşğul olan, onun kökü hardan gəlir? Mənim keçmiş sənətimdə, yəni sənətim deyəndə əsas sənətim olur. Olan vaxtıda. Ən böyük də improvizə onda olur. Bu ən çox o vaxt ki, anonim məktublar yazırdılar. Nə bilim, qonşudan yazırdı. Orada da improvizə var idi. İmprovizə. Xəbəri yoxdur ondan, onun haqqında elə şeylər danışır ki, bu gedib filan şey görür. Filan eləri eləyir, filan şeyləri görür. Yəni ki, o gərək fikirləşsin öz haqqında ki, o qonşusu haqqında ki, hansı heç xəbəri yoxdur o yazığı. Onun haqqında improvizə eləyir beynində. Yazır anonim şəkildə göndərir ki, sən də gedirsən məcbur olsun. 5-dən biri tapılırdı, əksəriyyəti də məcbur olurdun da, anonim icazə verirlər gedib yoxlamağa. Arifə, doğrudan da indi musiqiçilər indi bunlar peşəkardırlar, konservatoriya bitiriblər, müəyyən məktəblər keçiblər də, hələ deyir. İndi Rafim müəllim maşallah gör kimlərlə işləməyib, adını çəkməkdə şey olur. Və sizin sənətdə, bu yazıçılığı hatta improvizə eləmək, bu hardan qaynaqlanır, belə soruşaq da? Dedim bir qaynaqlanma, imtahsız yazıçılıqda improvizə mən bilən elə bir şey deyil. İmprovizə eləyərsən, mənə kim sayarlar o yazısını. Bizim şair dostumuz var da, Anar. Ona improvizator demək olar, yoxsa yox? Yoxsa o şablon elə nəsə? Başdan ağa şablondur. Mən o şeir yazmışam bir də. Mənim yazdığım şeir onun haqqında təqribən improvizə ola bilər. İndi imtahsız özü gəlsin gərək o yanında oxuyanma. Hamı eşidəcək, imtahsız üzünə gərək deyim orada. Sonra da şeiri bağışlayacaq, qoy onun arxivində. İndi o gələndə, axı bu şeirləri fərqlənir biraz, gah elə yazır, gah belə. Keçən də yazır, gələn sözlər deyirdi, belə internet sözlər deyirdi. Mən Cünunam, dərvişəm, nə bilim, nəyəm. Rahim müəllim, bu orucluq günü deyil, dalca danışmaq olmaz. İndi gəlib çıxar harada olsa. Gəlməlidir. Gələn kimi olan hamısının özünü də deyəcəm, o şeiri də oxuyacam. Özü gərək olsun da, üzünü oxuyayım, sonra da bağışlayayım o şeiri ona. Bir də anar olur ha. Qapını yapma bəxtdir. Oldu da. Ay maşallah. Ay salam əleykum. Onlar da improvizatordur ya, bax. Əleykum. Xoş gəlmisiniz. Əleykum. Hər vaxt Xoş gəlmisiniz. Qapınız çox mübarək. Çox sağ olun. Allah'a. Neçə vaxt yox? Şükür Allah'a çax-çaxı vurursunuz, mən o vaxtdan çıxaram buradan. Qapının rəhmət. Yoxsa ki, əlimiz əzilmişdi, o belə döymürdü. İmprovizasiya fikir verirsiniz. Gəlin. Hoş gəlmişsiniz. Hoş gəlmişsiniz. Bax bu kişi də improvizatordur ya. Yolda 100 dənə hadisə baş verir. Haradasa ötmək lazımdır, harada tormuz vermək lazımdır. Hələ deyir. Bəli. O özündə də improvizə eləmək lazımdır, sürəndə də, maşın sürəndə də. Hələ deyir. İndi o mənim ikinci sənətimdir. Doğrudan rəqs var axı. Birinci mənim rəqs olub. Sən rəqqas kimi improvizatorsan, yoxsa yox? Rəqsdə improvizasiya yoxdur ki. Musiqidə olar improvizasiya. Xanəndə ola bilər ki, boğaz eləsin, improvizasiya eləsin boğazları. Ancaq rəqsdə nə qurulub, nə hərəkət var, o olmalıdır. Axı rəqsdə mənə heç o yanda ayağı belə vurursan da bir-birinə. Elə rəqsdə hərəkət yoxdur axı. İmprovizasiya. O mənim hərəkətimdir. Dam dili 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 la da 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 dam dam da la la ni la ni la ni la da la la ni la ni la ni la. Abdülgani. Абдулгани, да. Temiz danış. Скажи честно, кто-нибудь танцевал лучше меня? Yox. Bəs toyda zat da dəvət edirlər, oynayanda. O improvizasiya deyil ki. Bəs nədir? O hərəkət- Kompozisiya deyir, axı qurulmuş deyir orada. Sən özün üçün improvizasiya Gönül rəyindən, hə də. nə gəlir buradan? Конечно, improvizə edirsən. Yaxşı, biz xalq muzikantları, musiqiçiləri, hacı, siz improvizatorsuz yoxsa yox? İmprovizə edirsiniz? Lazım olan Qaydasında. Əlbəttə eləyir. Qaydasında əgər onu artıq eləsən, o improvizasiya eləyəndə heç yaramır, ləzzəti də olmur. Onun yerində ki, eləyirsən bir dənə, iştirak eləyirsən, improvizasiyaya görsən. Ağıllı improvizalar eləyirsən, görsən Ki, ki, mahnı deformasiya olmasın da, dəyişməsin. Dəyişməsin. Mahnı kompozitor yazır. Görürsən ki, indi kompozitor yazıb belə,
görürsən ki, ayrıca da oxuyur. Yaxşı, bax, xalq musiqisində bir rəqsdə tutaq ki, hansısa bir mahnıda ya el havasında improvizə, bax, bir dənə nümayiş elətdirin də onu da, görək, nətər olur. Mansur da, sən də bir rəqsləri göstərginlə ki, yox, qavaş bu, bax, bu şey. Amma sən Allah, telefonunu söndür, keçən dəfə kimi... Söndürmüşəm. Hələ heç, keçən dəfə əhvalatı da danışma. Ben yadımdan çıxdı, söndürməmişdim, gördüm, telefon gəlir, klient getdim də. Bir dənə Dadiko. Görən var. Əsl improvizatçı. İmprovizatorları gəlin. Gəlin, xoş gəlmişsiniz. Xoş gördük səni, xoş gördük. Gəlin. Necəsən? İmprovizatorlar yaxşı. Gəlin. Xoş gördük. Necəsən? Əsl improvizatorlar. Baş görmüşük. Necəsən? Ya Allah, ya Allah. Şəh, Mahmud, gəlin bura. Biraz hündürdə etmişsiniz. Əli yoxdur amma yerləri. Əsl improvizə idi ya, Rafiq mənim. Əsl improvizədir. Mənim Mansurun 30 il bundan qabaq oynamağı yadıma düşür filarmoniyada, ansamblda. Çox belə yüksək səviyyədə o rəqqas. Все еще впереди. Bu ritimler et cüz başına. Эти ритмы никак не выходят из головы. Tapalabadam, tumbalabadam, tapalabadam, tumbalabadam, tapalabadam, tumbalabadam, tapalabadam, tumbalabadam, tapalabadam. Bunların məzəli bir rəqsləri var idi, rəqs nömrəsi var idi, məzəli rəqsləri var idi. Həmişə baxardım ona, xoşuma gəlir. O ki, tuturdular bunu, ayağından atırdılar, gəlirdi. Rəhmətli Nəriman idi deyəsən. Niyazının xoşuna gəlirdi rəhmətli. Niyazı, o çox xoşuna gəlirdi. Bayaqdan improvizədən danışırıq, düzdür? Hə. Meyxana improvizədir də, hələ başdan improvizədir. Gördüyüm o saat deyirsən. Mansur dayı biraz burada balaca mübahisə elədi ki, yox, rəqsdir, improvizə yoxdur. Rəqsdir, şablondur. Yəni şablon yox, belə nə yazılırsa, o da o hansı hərəkət varsa qurulmuş rəqs. Quruluş olan rəqs olur. Hərdən tapıntı eləmək olar da, çıxmaq olar o quruluş. Mən də dedim də ona, deyirəm ayağı belə vurmaq, o improvizədir. Dünyada bütün işlər improvizasiya üstündə qurulur. O da var. Bu da çox fəlsəfi belə bir fikirdir, düzdür. Biz burada siz gəlmədiniz, heyət bir tez gəlsəydiniz, Emillə Rafiq mənim bir qəşəng improvizə elədilər. Özə birinci dəfə idi ya burada. Yaxşı bir qəşəng yeriniz məlum. Yenə xahiş edirəm. Gönülləri itirmişik biz. Hə, yox, nə üçün elə buradayıq da. Əhməd Ardasan'da Zilyonlu tiyatro. Onların hamısı mən çalmışam səsə. Doğrudan Leyla, Azad, hamısı mən. O saksafon səsi mənim. bizim onda belə çıxır ki, böyük improvizə məktəbimizin çox parlaq nümunələrindən biri də, nümayəndələrindən biri də Rauf müəllim oldu. Mən sizə bir söz deyim. 60-cı ilin əvvəlində, elə 60-cı ildə onun bir kompozisiyası var idi, Azərbaycan fantaziyası. Mən də orada çıxırdım, solo çalırdım bir 5-10 dəqiqəlik. Qaranlıqda belə çox dəhşətli, belə çox təsir edici bir musiqi idi. Hansı şəhərə biz gedirdik, harda olursa olsun, elə Əlcəzairdə də, əcnəbilər də gəlib qulaq asanda onu. Ən məşhur Stan Kenton'un orkestri var idi Amerikada, dünyada ən məşhur idi. Və o
Stein Kenton'un orkestrından o yazmışdı. Bütün aranjmanı zaten hamısını özü yazmışdı. Musiqisini də özü yazmışdır, aranjirovkasını da özü eləmişdir Rauf Hacıyev. Hamısı inanmırdılar ki, yəni Stein Kenton'un orkestri bizim orkestrin qabağında əciz idi o barədə. Oradan bax Emil də buradadır. Gəl Emildən soruşaq. Emil bax adı məsələdir ki, hansısa bir kompozisiyadır və yaxud mahnıdır, notu verildi. Amma onun o improvizə olan yerləri var. Bu sizin özünüzdən asılıdır. Özünüz improvizə edirsiniz, yoxsa hansısa bir kanunlar var, ondan istifadə edirsiniz. Bax bu maraqlıdır ya. Belə deyək də, deməli caz elementarından, tradisiyandan danışaq da, tradisiya musiqisindən. Caz tradisiya musiqisində not verilir, tema. Temada onun ancaq yəni qarmoniyası yazılır və əsas tema yazılır. Temadan sonra yəni skemalar var da, A forması gedir, sonra B, ağsaqqal bilir. A, B, C, yəni 3 hissəlidirsə, A, B, C gedir, sonra başlayır improvizələrdə. Deməli, A, B-də, ədəsən, yəni A, B-də improvizə gedir, sonra isə C ilə, yəni başa çatır. Kvadratla. Amma o ki qaldı improvizəyə, əlbəttə ki, hamı, necə deyərlər, özündən asılıdır da, necə improvizə eləyə bilər, necə gətirə bilər. Ola bilər, misal üçün, skemadan çıxa bilər. O improvizəni də misal üçün eləyəndə də səhv içində eləmək lazım. Sonra metri də var. Metri də var. Oradan çıxdım biabır çıxdım. Nəyə görə? Tək çalanda bunun heç bir problemi olmur. Amma musiqiçilərlə olanda onu mütləq qabaqcadan baxmaq lazımdır və yəni yazmaq lazımdır improvizasiyanı. İmprovizasiyanı da hardasa, yəni yazmaq lazımdır. Yəni şablonu var improvizasiyanın, yoxsa yox? Şablonu da var. Onun qarmoniyasıdır. Qarmoniyasıdır. Əsərin qarmoniyası. Meyxanada improvizasiyanın bir şablonu var, yoxsa ümumi misal üçün qafiyəyə yatımlı sözləri qabaqcadan fikirləşmək izadı, yoxsa bu hamısı yazılı da var. Görürsən ki, məsələn, yazılı əvvəlcədən materialın olur, onu məsələn səndən istəyirlər, onu sən yazmırsan. Amma meyxana əksər hallarda bədahətəndir. Bu sənətin əsl adı bədiyyət. İmprovizə deləsən, gördüyü o saat deyirsən. Biz də məsələn el şənliklərinə düşürük, orada sahə seçmə musiqiçilərlə rastlaşırıq. Biz bilmirik o musiqiçinin musiqi duyumu hara qədər. O da bizim haqqında bir o qədər təsəvvürü yoxdur. Və deyirik ona notu ver, məsələn, faşır. O balaca bir notun içərisində öz texnikasını göstərir. Məsələn, hərdən görürsən, elə sənətçilərlə düşürük ki, zövq verir bizə. Biz ondan ilhamlanırıq. Həmin o sənətçilər var burada. Biz ondan ilhamlanırıq. Rafiq buradadır. Nəsə yaradırıq görürsən. Mansur dayı buradadır, Emil buradadır. O kişi Arif müəllim o cür improvizə edib əsər yazıb o qalınlığında. Kimi yazardı onu? Hə Arif müəllim? Deyən nəsə fikirləşir deyəsən, yəni yazısı yazır. Onu belə Döyürlər qapını ya. Qudurğanlıqla qapı döymək ki var. Bu bilirlər ki, gəldim. Sundurur. Anladım. Doğrudan var İki deyir. nəfərin döyməyi yoxdur. Anladım. Gözümü bir tər. Aleyküm salam. Qardaş qapının nə sundurursan? Döyürəm, mən sındırmıram. O da improvizədir, qapı döymək. Mən belənçi döyürəm də qapını. Salam əleykum. Maşallah bu qazandır. Ki verir? Dəyişik deyirəm ki, Monsudan edərsən. Gəl ədəş. Necəsən? Sağ olun. O nətər qapı döyməkdir, anladım. Yaxşı, harada qaldı o? İmprovizədə. Hə. Ananın elə qapı döyməyidir. improvizadır da. Tək söz üçün Monsu görsün dayısının döymə. adını deyə bilmir, düzgün. Nə deyə bilmir? Kişi sərdən rəqs elədi ki, improvizə olunmuş bir rəqs. Hələ Sən də Mansur dayını səhv axtarırsan. Balaoğlanla qutardın, Arif mənimlə qutardın. İndi Mansur dayı Doğrudan abi. Şeir yazmaq improvizədir, yoxsa şablondur? Baxır da kim yazır. Sən yazdığın şeir improvizədir, yoxsa şablondur? Allah üçün o improvizyanı mənim başa sal görənlər. Arif, improvizədən bir şey var gələn. Ondan sonra deyim. Allah Mən deyirsən ki, düz demirsən. Mən deyirəm. Nə deyirəm adı? O improvizasyon da nədir onu da görürəm. İmprovizə bizə nədir? İmprovizə odur ki, sənin qabında neyin var, nə həddindədir o. İnşallah məndə də qabda heç nə yoxdur. Səndə heç demək improvizə yoxdur səndə. Elə şablon düzdür, sən yox idin, ne burada bir Sən ara? yox oldu burada. Mən maraqlandım ki, şeir yazma. Bax, ananın yazdığı şeir improvizədir. İmprovizə sözünü deyə biləcəksən, hə? Ay deməsən bələr, başa düşdüm də sən nə demək istəyirsən. Yoxsa şablondur. Arif mənim dedi ki, gələn özünə Bu bilirsən necədir? O yazara baxır da. İndi bu günləri şablon sözlərdən, o çeynənmiş sözlərdən istifadə edənlər çoxdur. Olsun. Ən çox da ki, bu gün bizim musiqimizə.
öldüm sənin üçün, nə bilim, yatdım sənin üçün, batdım sənin üçün, qaçdım sənin üçün, uçdum sənin üçün. Yəni bu çeynənmiş sözləri o qədər çeynəyiblər. Bu günləri istər musiqidir. Saxla bir dəqiqə, sən olar, saxla bir dəqiqə. Əsəbləşmə. İmprovizə edə bilirsən. Hə, sən deyəndəndir. Mən deyəm. Arif, gördün ki, Şehir içində bir dənə şehir. bir dənə improvizə olmuş şeir deyilən də. Duru gəlişimi bəyənməyirsən. Duru gəlişimi bəyənməyirsən, lillənə gəlim yanına. Dilimi kəsdirim, cibimə qoyum, dillənə gəlim yanına. Dünya ağırlığın salıb çiynimə, ümidim, gümanım qalıb çiynimə. Qarışqa yükünü alıb çiynimə, fillənə gəlim yanına. Aminəm, yıxılsam haqdan yıxılım. Soldan möhkəm vur ki, sağdan yıxılım. Sinəmə çəkdüyün dağdan yıxılım, hellənə gəlim yanına. Sağ ol. Bu qarışqa yükün çiynini alır, fillərə gedir. Sən nəyi başa düşürsən ki, onu başa düşəsən? Qarışqa yükün çiynini alırlar. Sən hərən bir sənəti var. Sən aktyorluqdan başın çıxar. Sən aktyorluqdan başın çıxar. Sənin olsun və yaxud sizin olsun. Bu siz sözü bizim dilimizə sırınıb. Sən yox, sizlə danışıram. Birinci bu siz sözün, elə sizin kimlər, mən də işləyirəm, sırayıb bizim dilimizə. Dilimizdə siz, biz yox. Söhbət edir. Siz, tək şəkil adama siz deməzlər. Bu mümkündür. Sadəcə hansısa dilçilər onu bu sözün məhdahlıq formasında sırayıblar bizim dilimizə. Bu bir. İkincisi də budur ki, siz demirəm, yenə deyirəm, siz də deyirəm, hörmət mənasında sonra da deyirəm sən. Şəxs əvəzliyinin cəm şəkilçisi, nətər siz... Namiq, tək adama siz tək adamdan söhbət getmir, ay kişi, cəm şəklində olur siz, 3-4 nəfər varsa. Cəm şəklindəsə biz onlar. Şəxs bir dənə adama nətər siz deyə bilərsən? Hörmət sizləndir. Sən bir də ki, Arif müəllim, sizə hörmət mənasında siz deyirəm və sonra deyirəm ki, sən. Sizin peşəz Uçaskovlidir. Siz hərdən bilirsiniz ki, götürüb bir dənə roman yazmışdınız. Qalan kitabı yox. Bir dənə yox, 2 dənə roman. O Balacanın yadında gəlmir, görməmişsən. İkisi birə dəyməz, biri də heç. Mən o vaxtda demişdim, indi də deyirəm. Siz hərdən bilirsiniz. Bu camaatdan mən belə rüxsət istəyirəm ki, mən şeir yazmışam, ümində görsətmək istəyirəm, mən şeir yazarım. Olar müəllim. Rüxsət versə oxuyaram bunu. Buyur Arif. Şeir yazmışam. Bir gecə ədəbiyyatdan xəbərin yoxdur, mən bir dənə şeir yazmışam. Speysin kəşfi ana raminə. Sağ ol, Arif müəllim. Saskov mən. Niyə çağlayırsan, niyə coşursan? Ağlın mı çaşıbdır, ay ana ramin? Mahnı oxuyursan, şeir qoşursan, 5-dən 6-sı zay ana ramin. Səni kəşf elədi bu kiçik qala, üzünə xoş baxdı, gətirdi hala. Rahibi saymırsan indi az qala, göylərdə uçursan tay ana ramin. Küçə həmin küçə, ev həmin məkan. Burada yerişinə veriblər təkan. Ayağın nəlbəki, başın istəkan, içində dünənki çay ana ramin. Hələ qoymamısan iz sənətindən, dünyaca razısan öz sənətindən. İlham pərisinin söz sənətindən, çatmayıbdı sənə pay ana ramin. Üstündür qamışlı, altındır keçə, şeirlər yazırsan gör neçə-neçə. Yüzü birə dəyməz, biri də heçə, yığmısan ot kimi tay ana ramin. Dağılır başımdan dumanım mənim, yaxşıya çevrilir yamanım mənim, dolanır dünyanın romanım mənim, sən elə yerində say ana ramin. Baxıram boyuna, cavan yaşına, sənin kimiləri çətin daşına, bu dəfə gəlməsə ağlın başına, Arif qurar sənə toy ana ramin. Apararsan arxivə qoyarsan. Arif, özünüz yazmışsınız da bunu. Şeir laf gözəl alınır ha, romanlar gözəl alınır. Bu gedir, elə belənci şeirlər yazmışsınız. Bu gedir, şeirin türkməzə şeir növü gedir də, bu yana Ələskərdə də olub, o dövrə türkməzə şeirlər Şeirdir, türkməzə şeirdir. Biraz ədəbdən biraz kənara çıxan şeirlər gedir ki, türkməzə şeirlər. Yaxşı. Yaxşı demək olmaz.
yaxşı ilə 4 yaxşı gedir də, 3 ilə 4 arasındadır. Elə səriyəşəyə yaxşı deyə Arif müəllim kimləri yaxşı dedi, o qədər ədəbiyyatımıza o da nəğməkar şair, bəstəkar şair gətirib çıxardıblar ki, pis günə o tərifləyib, bu tərifləyib. Sən yaxşıdır da. Sifti mən birinci dəfə Yox, yaxşı ilə kafin 3 ilə 4-ün arasında. Nə yaxşı demək olar? Yox, inanırsan güclü olmağı buna yazdığın atvetdən biz biləcəyik ki, buna yazdığın cavabdan biləcəyik ki, sən güclüsən yoxsa Arif? Arif müəllim roman yazandır, mən də şeir yazarım. Yox, fakt şeir yazdım. Arif müəllim özü bilir də, mən şeir yazsam nətər yazaram. Yox, yazaram. Yazmasan deməli zəifliyindirsən. Xəbərim yoxdur. Mən belə baxıram. Qeyri-qal yalan yaranır. Ona görə Bunu fakt belədir də. Yəni bunun cavabı gəlməsə, onların zəifliyidir. Yalandır, inan. Nami görürlər ki, bir dənə yaxşı improvizə olunmuş meyxana. Bizim özümüzdür. Özü də improvizə eləyir. İmprovizə eləyir. Həmişə adətən xalq stilində çalınır da. Gör da Emil qardaşımız burdadır. Bir xahiş eləyək ona, orada bir cazla bir improvizə olunmuş meyxana. Belə şey olmayıb elə burada. Olmayıb, olar. Arif müəllim də şeirlə rastlaşdıq ki, şeir yazır. Özü gözəl şeir. Arif müəllim, möhkəm deyən əladır. Gələcəyim var. Getdik, improvizə. Yeni bir şeydir. Yeni bir şeydir. Yenə bu sənətçilər qonaqdır kiçik qalıya. Yenə bu sənətçilər qonaqdır kiçik qalıya. Böyük Allahın özü dayaqdır kiçik qalıya. Böyük Allahın özü dayaqdır kiçik qalıya. Yenə bu sənətçilər qonaqdır kiçik qalıya. Böyük Allahın özü dayaqdır kiçik qalıya. Xoşuna cazla meyxana həkk olunlar çoxunun yaddaşına. Bugün biz cəm olmuşuq Rahim müəllimin başına. Sanki bir haqdan yanan çıraqdır kiçik qalıya. Sanki bir haqdan yanan çıraqdır kiçik qalıya. Yenə bu sənətçilər qonaqdır kiçik qalıya. Böyük Allahın özü dayadır kiçik qalıya. Yayılmışdı səs sorağın. Nə qədər gəlib bura gör düşüb hacım marağın. Nə qədər sənətçilərə düşübdür zanım marağın. Məndən olsaydı hər gün gəlib olardım qonağım. Heyif ki Şurabad çox uzaqdır kiçik qalıya. Heyif ki Şurabad çox uzaqdır kiçik qalıya. Yenə bu sənətçilər qonaqdır kiçik qalıya. Böyük Allahın özü dayadır kiçik qalıya. Qovuşdurun olar yazla bizi. Razıyıq çoxla bizi. Rafiq müəllim azla bizi. Dostumuz Emil müşayiət edir cazla bizi. Olduqca çox qəribə ayaqdır kiçik qalıya. Meyxana üçün qəribə ayaqdır kiçik qalıya. Bu gecə sənətçilər qonaqdır kiçik qalıya. Böyük Allahın özü dayadır kiçik qalıya. Şeirini duzlu dedi. O kişi güzdü yazıb anarsa ucuzdu dedi. Namiklə şəmşir deyən süzü üçün əruzdu dedi. Elə bu çox maraqlı sınaqdır kiçik qalıya. Elə bu çox maraqlı sınaqdır kiçik qalıya. Bu görə sənətçilər qonaqdır kiçik qalıya. Böyük Allahın özü dayadır kiçik qalıya. Şehirdi
tez ettirin çapı. Düz dəqiq yerinə iğnə keçirtmişsiz sapı. İspeis ana Raminin üzünə açıbdır bax qapı. Kəşfidir İspeisin həmişə calaqdır qalıya. Kəşfi İspeisin calaqdır kiçik qalıya. Bu gecə sənətçilər qonaqdır kiçik qalıya. Kəşfidir İspeisin calaqdır kiçik qalıya. Bu gecə sənətçilər qonaqdır kiçik qalıya. Böyük Allahın özü dayadır kiçik qalıya. Bülbüllərin bağda seyrini sən, özündən bəyənmədin sən sənətdə qeyrini sən. Nə üçün bəyənməyirsən Arifin şeirini sən? Nə üçün bəyənməyirsən Arifin şeirini sən? Paxıllığın zənnimcə yamardır kiçik qalıya. Paxıllığın zənnimcə yamardır kiçik qalıya. Yenə bu sənətçilər qonaqdır kiçik qalıya. Böyük Allahın özü dayadır kiçik qalıya. Düşmüsən hansı bir sevgiyəsən, belə iş görməginən getməlisən tövbiyəsən. Yəni ki demək odur nöşgirirsən növbiyəsən. Nə var ki həya üzmə duvardır kiçik qalıya. Nə var ki həya üzümdə duvardır kiçik qalıya. Yenə bu sənətçilər qonaqdır kiçik qalıya. Böyük Allahın özü dayadır kiçik qalıya. Səfədir, əşibin musiqi möcüzdür, sanki fəlsəfədir. Caz ilə meyxanamız imperivizə ilk dəfədir. Sanki Emil musiqi bulaqdır kiçik qalıya. Sanki cazla meyxana bulaqdır kiçik qalıya. Yenə bu sənətçilər qonaqdır kiçik qalıya. Böyük Allahın özü dayandır kiçik qalıya. Şəmşirlə Namiq həmişə sözündəki tamı deyir. Haçan ki coşur təbib gəlirsə ilhamı deyir. Biz üçün demirlər anar gələndə hamı deyir. Deyirlər yenə o hansı uşadır kiçik qalıya. Deyirlər gələn hansı uşadır kiçik qalıya. Yenə bu sənətçilər qonaqdır kiçik qalıya. Böyük Allahın özü dayadır kiçik qalıya. Ana gəlməz bu məkana rahim ona gəlmədisə. Görəsən tapa bilər vurmadısə, bölmədisə. Əgər bu qafiyə ilə anarda bir kəlmədisə, günü bugündən deyək hamı qoçaqdır qalıya. Deyərlər anar özü qoçaqdır kiçik qalıya. Deyər bu sənətçilər qoçaqdır kiçik qalıya. Yenə bu sənətçilər qonaqdır kiçik qalıya. Böyük Allahın özü dayadır kiçik qalıya. Elə meyxanə deyə gəlsin hamısının xoşuna. Namiqlə mən cavab verərəm büsbütün qoşuna. Anarsız danışanlar hamı getdi boş-boşuna. Ən əsas yadda qalan varadır kiçik qalıya. Ən əsas yoxa salan bu varadır kiçik qalıya. Ən əsas yadda qalan varadır kiçik qalıya. Yenə bu sənətçilər qonaqdır kiçik qalıya. Böyük Allahın özü dayadır kiçik qalıya.
sözünün təbinin mühtaç gəlib Arif müəllimin şeiri anar üçün çox ac gəlib Bugün kiçik qalıya Rafiq müəllim hac gəlib Mansur dayı da qoldu budaqdır kiçik qalıya Mansur dayı da qoldu budaqdır kiçik qalıya Yenə bu sənətçilər qonaqdır kiçik qalıya Böyük Allahın özü dayadır kiçik qalıya Tərəfdən qərar gəlir Anar da hər gələndə əlində bir şuvar gəlir Elə ki qapı döyülür açırsan ki anar gəlir Elə bil ki duvarda su vardır kiçik qalıya Elə bil divarda ki su vardır kiçik qalıya Yenə bu sənətçilər qonaqdır kiçik qalıya Böyük Allahın özü dayardır kiçik qalıya Hər şeyin həddi vardı, çox həddivi aşma ginən Səbir kəsası bugün dolma ginən, daşma ginən Anara xahiş edirəm, kobud gəl sataşma ginən O da bizim uşaqdır, qıraqdır kiçik qalıya Bizimki dördü mənə qıraqdır kiçik qalıya Yenəmkidir demək qıraqdır kiçik qalıya Yenə bu sənətçilər qonaqdır kiçik qalıya Böyük Allahın özü dayadır kiçik qalıya deyir Yenə də şəmşir sözün xalq üçün maraqla deyir Desəm də xeyri yoxdur, anar gəlmi bağla deyir Söz ona təsir edib qafiyəni bağla deyir Sözümüz ən kəsərli bıçaqdır kiçik qalıya Sözümüz ən kəsərli bıçaqdır kiçik qalıya Yenə bu sənətçilər qonaqdır kiçik qalıya Böyük Allahın özü dayardır kiçik qalıya Rafiq müəllim unutmayacaq yaddaşımız Deməli muğamla cazdan da çıxırmış başımız Çox gözəl müşayiət eyləyir Emil qardaşımız Cazın saldığı səsli sorardı kiçik qalıya Cazın saldığı səsli sorardı kiçik qalıya Yenə də sənətçilər qonaqdır kiçik qalıya Böyük Allahın özü dayadır kiçik qalıya Öz aramızdır. Doğrudan burada belə şey olmamışdı ya. Biz çox yeniliklər eləmişik burada, improvizələr olub. Həcə özü də burada bir nəsə bir... Amma belə şey olmamış, sağ ol Çox çətindir, həddən artıq çətindir. Yəni, özdə ilk dəfə eşitdik Emili. Biz o caz ritmi ilə meyxananın ölçülərini otuzdurmaq və musiqi... Plasmas şeydə... Ben razı kalmadım, bizden razı kaldım. Ben sizden razı kalmışım. Sizden razı kalmışım. Çok sağ ol. 5 hafta var şey. Bugün bilirsiniz Mansur ki, bu bizim borcumuzdur. Bugün hər tərəfli inkişaf gedir ölkəmizdə. Mən məsələn bunun haqqında düşünəcəm ki, meyxana ilə cazın, Rafiq müəllimlə məsləhətləşər inşallah, öz gözəl töhfələrim verər. Meyxana ilə cazın improvizasiyonu gözəl alınır. Onlara da öyrədər yoxsa. Nə olar, lazım. Onda bir dənə köhnə Bakı.
Mansur ki 7 Sənin ildir nəfəsin mən orada qaraldı, mənim də nəfəsim burada. 7 ildir mən Şəmşir Amerikanı öyrədirəm. Sən də bura gələndə maşallah rəqsi öyrətmisən. Maşallah. Sən də yaxşı oynayırsan. Mən belə də hələ Mansur ayla görüb götürürəm. Yo, improvizə qabiliyyəti maşallah hamımızda var. Rafim mən bir an saksofonu götürdü zaten. Deyəsən içəridə nəsə qeynir. Hə, nəsə biz Bədayevdən tanışırsınız bayaqdan, improvizədən tanışırsınız. Mən də bir istərdim ki, bir kompozisiya çalarım. Bu zəncilərin musiqisidir. Buna blues deyirlər. Bu da ürəkdən gələn içəridən gələn o bir musiqidir. Bunlar zəncilərin musiqisidir də ümumiyyətcə. Və onu mən sizə bir çalıb tanışım. Gözlə.
fantastik idi ya. Bu dəhşət bir şeydir. Rahim müəllim, siz xalq çalğı alətləri ilə improvizə eləmişsiniz, bu aydın məsələdir. Emil mütəmadi olaraq bunu. Amma Həcim mən biləni birinci dəfədə, hə? Həcim, belə bir şey olmuşdu. Bir təəssüratlarınla bölüş, bu improvizə necə gəldi, nətər oldu? Rahim müəllim çox ifa eləyib. Rahim müəllim çox. Həcim, bir danış görək nə oldu? Bilirsiniz, yenə də gəlir muğam üstünə hamısını. Və latlar var da. O Rahim müəllim çaldığı şey heç mən yuxuma da gəlməz ki. Mən elə şeyə gəldim. Amma yuxuya getdi. Amma muğam mənə burada kömək elədi. Hardasa o pərdələri gezişirdim, gənə gəlib düşürdüm yerimə, bacardı qoyum, düzdür, məşq olum. Bir də ayağımda yapışırsan. Emil, sən də bir nəsə orada bu yenilik idi, mənə elə gəlir ki, bu birinci dəfə mənə gəlir ki. Özü ən belə bir əsaslı şey görməmişdim. ən əsaslı meyxana Həzi burada, Namit burada, qardaşımız da var. Çox gözəl verir. Çox gözəl. Doğrudan ləzzət elədi ya. Lap ləzzət. Dəhşətli bir şey idi. Doğrudan. Elə bu özü başdan ayağa improvizasiya. Başdan ayağa improvizasiya idi. Bütün kompozisiya, bütün veriliş hamısı improvizasiya oldu. Amma bugünkü qonaqlar doğrudan belə ləzzətli bir şey. Mən birinci dəfədir burada doğrudan belə bir şey. Arif Mən ləzzət aldım. müəllimin şeirini eşitdiyi birinci dəfə idi. Birinci dəfə, anada, Ay sağ ol. ana. Ürək eləmişəm, ha? Ay sağ ol. Çox gözəl. Öyle risk eləyibsən. Sözün həddi mənasında Söz çox tapa gözəl. bilmir, elə bir şehir cavabını Mən verir. anarın da təbinə belədir, anar cavab verəcək yəni. Hə, inşallah. Mansur bəyin süzməsi. Deyəsən yenə gələnimiz var. Görürsən kimdir yəni. Bu sazmen olar. Yerimiz var, qonağımız gəlib, xoş gəlib.